Ramazan ayında, Allah ayında, Ramazan ayında, Allah ayında. Salam, əziz və dəyərli, çox hörmətli dostlar, çox hörmətli izləyicilər. Hər birinizi salamlayırıq. Bu gözəl gündə Allah sizləri var eləsin diləyirik və Allah bütün tutduğunuz orucları və etdiyiniz dua və ibadətləri öz dərgahında ən ali dərəcədə qəbul eləsin inşallah. Bugün biz yenə öz mövzumuzda davam edirik gündəlik çıxışlarımıza. Bugün qulluğun mahiyyəti başlığında bizim bugün danışacağımız mövzu tövbə, bir də dönüş. Tövbə və dönüş haqqında olacaqdır. Mən elə başa düşürəm, bu çox mühüm bir mövzudur əslində. Çox əhəmiyyət kəsb edən və ümumiyyətlə tək ibadət edən bütün cəmiyyəti əlaqələndirən bir mövzudur. Ona görə əlimdən gələn qədər sizə məlumat verməyə çalışacağım dəyərli dostlar. İndi vaxt da məhduddur, ona görə elə birbaşa istəyirəm ki, giriş edim. Ümumiyyətlə, belə başlayaq. İnsan qüsurlu bir varlıqdır. İnsan tamamilə qüsursuz deyil. Qüsursuz olmaq yalnız Allaha məxsusdur. Yəni, insan səhv edə bilən bir varlıqdır. Və onun həyatı ümumiyyətlə seçimlərdən ibarətdir və o seçimlər də insanı ya doğruya, ya da yanlışa aparır. Və bu səbəbdən də insanın səhv etməsi onun zəifliyi deyil, yaradılış xüsusiyyətlərindən biridir. Yəni, səhv etmək yaradılış xüsusiyyətlərindən biridir. Lakin insanı ucaldan və kamilləşdirən şey səhvsizlik deyil, səhvdən sonra doğruya dönə bilməsidir. Bax, budur insan ucaldan. Və İslamda buna tövbə deyilir. Etdiyi o səhvdən, belə deyək, lori dildə başlasa, etdiyi o səhvdən, belə deyək ki, belə deyim, o etdiyi səhvdən peşman olub tövbə edərsə, yəni doğruya yönələ bilərsə, bu çox üstün bir haldır və buna İslamda tövbə deyilir. Tövbə sadəcə dil ilə bağışla, üzrxahlıq demək deyil. Bunu sadəcə dil ilə deyil, qəlb ilə də hiss etmək lazımdır. Yəni, tövbə insanın daxilində baş verən bir dönüşdür, əslində. Bir dönüşdür. İnsan əvvəlcə etdiyi səhvin fərqinə varır, onun mənəvi nəticəsini anlayır və qəlbində peşmançılıq hissi yaranır. Və bu peşmançılıq hissi insanın doğruya, inkişafa doğru atmış olduğu ilk addım sayılır. Çünki insan səhvini dərk etmədikcə dəyişə bilməz. Mən dünənlərinə danışmışdım, həmən görürsünüz bir-birinə zəncir var edir. Qəlbin saflaşması üçün ilk öncə insan qaranlıq tərəfi də tanımalıdır. Yəni, nə xəstəliyi sağaltmaq üçün, müalicə etmək üçün ilk öncə xəstəliyi bilmək lazımdır. Problemi aradan qaldırmaq üçün problemin səbəb və onun kökünü araşdırmaq lazımdır. Yəni, bunu başa salmaq üçün dedim. Belə deyək, yəni əsl tövbə normalda. Əsl tövbə insanın istiqamətini dəyişməsidir doğru yolda. Yəni, insan tövbə etdikdən sonra doğru yolda qədəmlərini qoyursa, demək ki, onun tövbəsi qəbuldur. Və belə deyək ki, doğru yoldadır. Yəni, insan belə deyək ki, tövbə etdikdən sonra o günaha təkrar dayanmadan bulaşmırsa və doğru yolda qədəm qoyursa, deməli, onun tövbəsi səmimi qəlbdən və qəbul edilmiş bir tövbədir, bağışlanmışdır. Yəni, insan yalnız keçmişə baxaraq peşman olmur, eyni zamanda gələcəkdə eyni səhvi təkrar etməməyə qərar vermiş olur artıq.
Bu qərar qəlbdə baş verən bir niyyət dəyişikliyidir əslində. Yəni insan bu zaman yalnız davranışın deyil, düşüncəsini və baxış açısını da dəyişməyə başlayır bundan sonra. Yəni tövbənin ən gözəl tərəfi isə onun qapısının hər zaman açıq olmasıdır. Tövbə qapıları hər zaman bizə açıqdır. Allah bağışlayandır, rəhm edəndir, mərhəmətlilərin ən mərhəmətlisidir. Bunu dərk etmək lazımdır. Yəni həyatdan küsüb, belə deyək ki, məqsəddən ayrılıb elə boş bir ömür sürmək. Yəni nə mənada? Məyus bir ömür sürmək tövsiyə olunmur, doğru deyil. Bağışlama qapısı hər daim açıqdır, səni gözləyir. Yəni Allah qapısına gələn, o qapıya gələni geri qovmur. Mənim demək istədiyim odur. Məyus olma. Allaha olan məyus olarmı? Xeyr. Məyus olma, amma artıq doğru yolda addımlamağa da başla. Mühüm olan budur bizim demək istədiyimiz. İnsan nə qədər səhv etmiş olarsa olsun geri qayıtmaq imkanı var. Çünki ilahi mərhəmət insanın ümidsizliyə düşməsi deyil, ümidlə yenidən daha güclü şəkildə ayağa qalxmasını tələb edir, istəyir. Bu baxımdan tövbə insanın mənəvi həyatında bir ümid qapısı olmuş olur. Və bundan əlavə olaraq da fəlsəfi baxımdan tövbə insanın özünə qayıtması deməkdir. Özünü dərk etməsi deməkdir. Yəni, mən günah etdim, günah etdikdən sonra özümə qayıdıram və səhv etdiyimi anlayıram və öz daxili aləmə müraciət eləyərək sən bu deyilsən sualını ona verməyə başlayıram. Yəni, İnsan belə deyək ki, səhv etdikcə, səhvini dərk etdikcə insan öz mahiyyətini dərk etməyə başlayır. İnsan öz mahiyyətini dərk etdikcə də artıq özünə qəzəblənir ki, sən nə edirsən? Sən bu deyilsən, qalx ayağa, addımla. Bizim demək istədiyimiz budur. Ona görə insan səhv etdikcə əsl fitrətindən uzaqlaşmış olur. Amma bunun da bir qurtuluşu var, bir yolu var. Tövbə isə onu yenidən öz mahiyyətinə qaytarır. Yəni insan yalnız günahdan deyil, özünü itirməkdən də qurtulmuş olur. Və bu səbəbdən tövbə qorxu ilə deyil, ümid və şüurla baş verməlidir. Yəni tövbə etmək çox gözəl bir şeydir. Tövbə etməkdən qorxmamaq lazımdır doğrudan da. Çünki tövbə bir dönüş qapısı olur insana. Tövbə bir dönüş qapısı olur və bu səbəbdən də insanın düşüncəsi və insanın belə deyək ki, addımlarına da tövbə həqiqətən öz təsirini göstərir. Doğru yoldan, doğru istiqamətdə. Dedik ki, tövbə qorxu ilə deyil, ümid və şüurla baş verməlidir. Niyə? Niyə? Çünki insan yalnız Allaha qorxaraq deyil, onun mərhəmətini anlayaraq yaxınlaşır. Yəni, o qorxunun yanında da bir sevgi, bir mərhəmət hissi də olmalıdır. Və doğrudan da, yəni bunların paralel şəkildə, yəni düzgün istiqamətdə istifadə edilməsi çox mühümdür və həqiqi dönüş isə məhz bu anlayışdan doğur artıq. Beləliklə, tövbə sadəcə bir üzr deyil, insanın daxilində başlayan yeni bir yolun başlanğıcı deməkdir. Və insan bu dönüşlə yalnız keçmişindən uzaqlaşmır, eyni zamanda daha saf və daha şüurlu bir həyata doğru addım atmış olur. Yəni, qorxma, qalx ayağa, bizim demək istədiyimiz budur, dəyərli dostlar. Həqiqət yolunda addım atırsansa, qulluğun mahiyyətini, yəni öz mahiyyətini dərk edirsənsə, tövbə et, o türklər bir sözü var, yola revan ol.
Addımla. İlahi rəhmət sənə kömək eləyəcək. Qorxma, addım at. Bizim demək istədiyimiz budur. Belə olduğu təqdirdə insan həm öz mahiyyətini dərk edir, həm öz ali dərəcəsini, belə deyək ki, öz ali dərəcəsi yolunda addım atmış olur və həqiqəti dərk etmiş olur. Yəni, həqiqəti dərk etdikdən sonra artıq insan, belə deyək ki, tamamlanmış olur. Nə mənada tamamlanmış olur? Yəni, ruhani və cismani tərəfini paralel şəkildə istifadə edə bilir. Ən mühümü də budur, dəyərli dostlar. Bugünlük bitirirəm. Bizi izlədiyiniz, dinlədiyiniz üçün çox təşəkkür edirəm. İnşallah sabah yenə görüşərik diləyirəm. Gözəl yeni mövzularda bizi izlədiyiniz və dinlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, var olun, özünüzə yaxşı baxın. Təşəkkürlər. Ramazan ayında, Allah ayında, Ramazan ayında, Allah ayında.